yəni valideynlərə bəzən o imkan sənin, o sürdüyün maşını deyimlərin, sənin yaxşı deyimlərin, sənin rahatlığın lazım olur. Bəzən olan elə bir dövrləri, elə bir zamanları gəlir ki, onlar bir-birini lazım olurlar. Ona görə çalışıram ki, məsələn, evə gedəndə hələ deyirəm ki, qoy qızım atamla oynasın. Cəhd göstərirəm ki, bilmirəm də çalışıram o yadından çıxır, gözlərindəki o kədəri görürəm. Mən biraz, bilirsiniz, biz burada meyxanaçılarıq, bizdə biraz deməzdim biz şairik, amma şairliyin ruhu var bizdə. Yəni, hiss edirəm o gözlərindəki kədəri və mən bir oğul olaraq çalışıram ki, onu borcundan qaytarım, onu görsədim ona, onu nə bilməm, amma bacarmıram, ona görə. Biz indi tanışdığımız zaman, onsuz da sənin üçün hər zaman elədir, elə bilirsən yanındadır anan. Amma elə sağa baxsan, ananın şəklini təqdim ediblər orada. Allah... Ümumiyyətlə, zar meyxancılar ətinin artıq kövrəyi olurlar. Yəni, açığı, vallahi Allah bilir ki, mən özümü gücdən saxlamışam burada. Prosto amma istəmirəm ki, biz qız uşaqları həssas olurlar atıya və qız uşaqları atanı ağlayan görəndə çox pis olurlar. Ona görə istəmirəm ki, evdən oturub bir dəqiqə baxırlar bizə, hər birimizin ailəsi baxır. İstəmirəm, bunda ağlamasın, möhkəm olun.